Assalamu alaikum, hər vaxtınız xeyir. Gəldim danaları su verməyə. Belə bir su çəkmişəm də, yəni daşımamaq üçün. 70 metrə şılan qalmışam. 80 qəpiyə metrəsini. Bir rahatçılıqdır da, yəni su daşımaydansa. Pastayanla belə su vermək nə qədər lazımdır. İçdilər, doydular. Ərzlər üçün kəsirlər. İndi burada hal-hazırda sərinlik var, kölgəlik var. İndi buradan 1-2 saatdan sonra keçirib bu bir dənə həyətdə bağlayıb onlar üçün yem atıb saxlayam orada. Hava sərin olana qədər 5-in yarısı saat 5'ə qədər sonra buraxıram bura. Burada gəzirlər. Belə bir həyətdə burada gəzirlər. Onu da düzəltmişəm yağışda, istidən, yəni girsinlər ora. Yəni çox vaxtı girmirlər deyə bağlayıram, yəni. Dilsiz heyvandır. Həm başa düşmür, həm başa salarsan. Gün altında qalıb, yəni ot yeyirlər, yəni o da ziyandır onlara. Yəni çox isti. Onun üçün, yəni özüm aparıb bağlayıram sərinlikdə. Bir həftə bundan qabaq dərmanlarını vurmuşam. Bit-birə, gənadan. Yenə də baxım. Dedi, hər həftə 10 gündən vurmaq olar. Yəni heç bir ziyanlığı yoxdur. O dərmanları da inşallah görsədərəm. Ampuladadır 7-8 litr suya. Bir də polnusu belə olay. İstadıram. Yəni başdan ayağa istadıram. Bir də 10 gündən falan, yəni yenə olanda, yəni vaxtında, yəni baxıb, yəni vurmaq lazımdır. Yəni sonra bir problem yaranmasın. Yəni həm mikrobdurlar, həm qanını içirlər, yəni inkişafında, yəni dala qalmasın, yəni arıqlamasın. Qanına zəhərlənmə verməsin, qızdırması qalxmasın. Yəni yem vermək bir o qədər vacib deyil, amma mən deyirdim onun yəni sağlamlığına, yəni baxmaq o qədər vacibdir. Yəni nə qədər də yem yesə, amma onda belə parazit zad olsa, yəni ona zəhərlənmə versə, yəni o yemin heç bir faydası olmaz. İsti vaxtlardır, yəni yay vaxtlardır, suyu pastayanlı olmalıdır, içəndən sonra qabları dolu qalmalıdır, istəyən vaxtı, yəni gedib içsin. Yəni sərin su, təmiz su, yəni faydalı, yəni kanal suyu, çirkli su, yəni nə qədər təmiz su versiniz, nə qədər sərin su versiniz, bir o qədər yaxşıdır. Yəni günəşin altında qalan suyu içmirlər, həm də yəni isti olur. Yəni onun üçün yəni sərin su, təmiz su, yəni vermək şərtdir. Bir də baytarlıqdan belə duz almışam. Qaba qoymuşdum, qabdan onu düşdürürlər. Bilməm görsənir, o da orada. Hə, görsənir. Duzdur, 5 manat almışam. Yəni istədiyi vaxt gedirlər, yeyirlər. Onu qaba qoymuşdum, qabdan düşdürürlər deyə yerdə elə qalıb. İstədiyi vaxt gedib yeyirlər, sonra su içirlər. Yəni yaxşıdır, xeyirli bir şeydir. Yəni mikrobdan falan, qurd, quş içində olan mikrobları duz öldürür. Onun üçün yaxşı bir şeydir. 5 manata, yəni çox yekədir. 1 kilo, 2 kilo bəlkə olar. Yəni 5 manat nədir ki, heç nə. Yəni alıb 1-2 dənə bir yerdə qoymaq, istədiyi vaxt yesinlər. Sonra onu yeyəndən sonra su içsinlər, çoxlu. Yəni çox xeyirlidir.